Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu günləri Sumqa şəhəri, Yaşıldərə qəsəbəsi, yəni Dünya TV yaxın bir ərazidə olduğu tunelə yaxın bir həyət evi çıxıb satışa. 4.5 sotun içində 2 mərtəbədən ibarət inşa olunmuş, tam təmirli. Onu da qeyd edim ki, ara kəsmələri monolit betondur, tam olaraq. Ev möhkəm tikilib, özünə şəxsi olaraq tikilmiş bir həyət evidir. Gördüyünüz kimi dəyərli izləyicilər, həyətində bar verən meyvə ağacları var tam olaraq. Duzluq, nəmişlikdən söhbət gedə bilməz. 6 otaqdan ibarət ümumi sahəsi 200 kvadrat metr olan tam təmirli həyət evidir. İlk öncə mən sizi çölü ilə tanış edim. Ümumi olaraq hal-hazırda qarşıda gördüyünüz kimi yay mətbəxi kimi nəzərdə tutulmuş bir otaqdır. Keçək evin iç hissələrini sizə tanış edim. Birinci mərtəbədə 2 otaq, bir mətbəxdən ibarət və bir sanitar qovşaq. Hal-hazırda gördüyümüz hol hissəsi, geniş bir holu da var. Bura bir otaqdır, dəyərli izləyicilər. Və növbəti bir otaq. Qiymət qeyd edim ki, 125.000 manatdır. Start qiymət. Real müştəriyə real endirim paketi nəzərdə tutulub. Və mətbəxi mən sizə göstərim. Və bu da sanitar qovşağı bir yerdə. Mənzilin 2 dənə sanitar qovşağı var. Birinci və ikinci mərtəbədə gördüyünüz kimi. Buradakı dəyərli izləyicilər zirzəmisidir. Evdə tam olaraq yaşayış olmur. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 otaqdan ibarət. Geniş 4 otaq var. Bura hal-hazırda hol hissədir. İkinci mərtəbənin də geniş bir holu var gördüyünüz kimi. Bir yataq otağı, böylə isə nəzərdə tutulmuş yataq otağı. Burada həmçinin növbəti yataq otağıdır. Uşaqlar üçün nəzərdə tutulmuş 3-cü yataq otağı. Və sonuncu otağı mən sizə göstərim. Və sanitar qovşağı, həm balkonu da var. Bura hal-hazırda balkonlu. Və ikinci mərtəbənin sanitar qovşağı. Qiymət qeyd etdiyim kimi 125.000 manatdır start olaraq. Real müştəriyə real endirim olunacaq. Videomuza baxandan sonra bəyənməyi unutmayın. Dostlar, kanalımıza abunə olun. Məni izlədiyinizə görə təşəkkür edirəm. Çox sağ olun.